Hamıya salam, biz də bu trendə qoşulmaq istəyirik və mən burada kosmetikalar yığdım və yoldaşım deməlidir ki, bu nə üçündür və məhsulun üstünü oxumaq olmaz. Olar, biraz. Olmaz, biraz da olmaz. Hətta belə tut məsələn, açmaq olar, baxmaq olar rənginə falan, amma oxuma. Çox xahiş edirəm, okey? Bu nədir? Bunun üstünə usta yazılmayıb, Allah. Bu bu firma yadımdadır. Bir yerde almışıq kaş labiteyisi. Okey. Adını eşitmiştim senden, video çekmiştin ya. Nədir? Oxumaq olmaz. Maşenik, altta yazılıb. Şıgılan Hə, nə üçün? bura vurursan. O nədir? Amma düz dedi. Altında yazılmıyor heç. Oxuyursan da, nə üçündür? Bax bu, açıb baxa da bilər. Vuranda görmüşəm. Hətta bunun Yavaş tökülə bilər. bilmirəm. Daha çətin. Bu nə üçündür? Sponge'dur. Bu nə üçündür? Sponge'dur da bu. Sponge nə üçündür? Bundan sonra çox tam əlində vurursan. hər şey. Düz dedin. Bu nə üçündür? Oxumaq olmaz. Açıb baxmaq olar. Oxumaq olmaz. Kaç yıldır bunun videosunu çekmiştim. Oxudum. Bu nə üçündür? Da nəsə üzə vurursan. Nə edirsən onların üzünə? Bilmirəm. Oxuma, bu maşenik oxuyur. Kontur. Bu nədir və nə üçündür? Qaçı deyil. İndidən deyirəm. Kiprivi sarsan bura. Yoldaşım demək olar ki, burada yığdığım bütün məhsulları bildi nədir. Məncə vizaristin həyat yoldaşıdır və bütün məhsulları birlikdə aldığımıza görə də ola bilər. Amma okeydir. Part 2 Evlənməmişdən öncə mən bunların heç birində işe yaradığını bilmirdim. bilmirdim, amma indi bilirsən. Və part 2 istəyirsinizsə, rəylərdə fikirlərinizi bildirin.